Molyar qatılıq. Həll olunmuş maddənin miqdarının məhlulun həcminə olan nisbətinə molyar qatılıq deyilir. Və yaxud da başqa sözlə desək, molyar qatılıq 1 litr məhlulda olan maddənin mol miqdarını göstərən kəmiyyətdir. Və molyar qatılıq C bərabərdir nü bölünsün V düsturu ilə hesablanır. Düsturdan da göründüyü kimi, molyar qatılıq C məhlulda həll olan maddənin mol miqdarının məhlulun ümumi həcminə nisbətinə bərabərdir. Bu düsturda nü-nün yerinə biz m böl m yazsaq, biz bilirik ki, kiçik m həll olan maddənin kütləsi, böyük m isə həmən maddənin molyar kütləsi, yəni 1 molunun kütləsidir. Onda molyar qatılığı bu düsturla da göstərmək mümkündür. Yəni C bərabərdir m bölünsün m vurulsun V. Molyar qatılığın vahidi mol bölünsün litrdir. Yəni, ola bilər ki, bizdə molyar qatılıq məsələlərin əksəriyyətində hətta məhlulun həcmi millilitrlərə göstərilirsə, biz mütləq şəkildə məhlulun həcmini litrlə ifadə etməliyik. Düsturda istifadə olunan kəmiyyətlərə baxaq. Düsturda istifadə olunan Cm məhlulun molyar qatılığıdır. Kiçik m məhlulda həll olan maddənin kütləsidir. Hansı kütlədə deyilirsə, həmən kütləni nəzərdə tuturuq. Böyük M məhlulda həll olan maddənin molyar kütləsidir. Yəni 1 molun kütləsi. Nü həll olan maddə, adından da göründüyü kimi, məhlulda həll olan maddənin mol miqdarıdır. Və V məhlulun həcmidir. Gəlin aşağıdakı məsələdə topluda molyar qatılıq mövzusunda verilən məsələyə baxaq. Deməli, və bu məsələ üzərində də molyar qatılığının hesablama qaydasına baxaq. Deməli, deyir ki, bizə məhlulda 0,2 mol kalium xlorid var. Məhlulun həcmi isə 100 ml-dir və məhlulun molyar qatılığı C-ni tapın deyir. Düsturdan istifadə edirəm. Məhlulun molyar qatılığı C bərabərdir həll olan maddənin mol miqdarı bölünsün məhlulun ümumi həcmi. Həll olan maddənin mol miqdarı bizə verilibdir. 0,2 mol kalium xlorid həll olunub. Yazıram 0,2 bölünsün məhlulun həcmi 100 ml-dir. Yazıram 100 ml. Amma diqqət eləsəniz sonda məhlulun qatılığını bizdən mol bölünsün litrlə istəyir. Yəni, məhlulun həcmi isə bizə millilitrlə verildiyinə görə biz 100 millilitri əvvəlcə çevirməliyik litrə. Biz bilirik ki, 100 millilitrimiz 0,1 litrə bərabərdir. Onda düsturda 100 millilitrin əvəzinə 0,1 litr yazsam, məhlulumun molyar qatılığı 2-yə bərabər olar. Bərabərdir 2 mol bölünsün litrə. Bundan öncəki mövzuda həll olan maddənin kütlə payına aid yadınızdadırsa, biz xüsusi düsturlarla tanış olmuşduq. Yəni, eyni həmən düsturlar molyar qatılığa da aid, molyar qatılığa da tətbiq olunur. Yadınızdadırsa, biz həll olan maddənin kütlə payını hesablayanda, yəni orada eyni maddənin müxtəlif məhlulları üçün yadınızda dediksə M1 omega 1 bərabər idi M2 omega 2. Eyni qaydanı da burada tətbiq edirik. Yəni, eyni maddənin müxtəlif məhlulları üçün C1V1 bərabərdir C2V2-ni nəzərə alsaq. Onda aşağıdakı xüsusi düsturlardan istifadə edərək biz məsələləri həll edə bilərik. Və bu düsturların şərti var. Birinci düstura baxaq. Deyir, məhlula su əlavə edilərsə. Məhlula su əlavə edilərsə, onda C1V1 birinci məhlul bərabərdir. Əgər ikinci məhlulu almaq üçün ona su əlavə edilibdirsə, baxın, ikinci məhlulda biz V2-nin yerinə birinci məhlulun həcmin üzərinə əlavə olunan suyu gəlirik. Yəni, C1V1 bərabərdir, V1 üstə gələk su, V su, yəni nə qədər su əlavə olunubsa onun həcmi vurulsun C2. Və yaxud da eyni qaydanı məhluldan su buxarlandırdıqda da tətbiq etmək olur. Su əlavə etdikdə burada əlavə olunan suyun həcmin düsturda üstə gəldiyimiz üçün su buxarlandırdıqda adı üstündə məhluldan su buxarlandırdıqda o su məhluldan çıxır. Ona görə də düsturda da buxarlandırılan suyun həcmini birinci məhlulun həcmindən çıxırıq. Yəni C1V1 bərabərdir. V1 çıxılsın V su vur C2. Gəlin bunu bir də məsələ üzərində baxaq. Yenə topludan molyar qatılıq mövzusundan
18-ci sualın izahında baxaq bu düstura. Deyir ki, su buxarlandırdıqdan sonra məhlulda natrium hidroksidin molyar qatılığını hesablayın. Su buxarlandırdıqdan sonra. Gəlin əvvəlcə baxaq görək. Su buxarlandırılmamışdan əvvəl bizim məhlulumuzun həcmi və molyar qatılığı neçə idi? Əvvəl ilkin məhlula baxıram ki, deyir məhlul 500 ml-dir və bu məhlulda 0,2 mol bölsün litr qatılığı natrium OH var. Onda yazıram. İlkin məhlulumun molyar qatılığı 0,2-dir. Və ilkin məhlulumun həcmi 500 ml-dir. Və yaxud da millilitri, görürsünüz molyar qatılıq mol bölsün litrinə soruşduğuna görə millilitri çevirirəm litrə, yazaram 0,5 litr. Məhluldan 100 ml su buxarlandırılıbdır. Onda buxarlandırılan su və su bərabərdir 100 ml və yaxud da 0,1 litr. Olarsa ikinci məhlulun molyar qatılığını hesablayın. C2 bərabərdir sual işarəsi. Düsturu yazsaq, az əvvəl dediyim düstur. Necə idi? C1V1 bərabərdir V1 çıxaq. Su buxarlandırdığımız üçün çıxaq V su vurulsun C2 və buradan C2-ni tapıram. C2 bərabər olar C1V1 bölünsün V1 çıxılsın V su. Hesablayaq. Deməli, birinci məhlulumun qatılığı C1 0,2 vurulsun birinci məhlulun həcmi 0,5 bölünsün V1 0,5 çıxılsın V su 0,1 yəni məxrəcdə də 0,4 bərabərdir 1 bölünsün 0,4 üzr istəyirəm 0,2, 0,5, 0,1 bölünsün 0,4. Bu da bərabər olar 0,25-ə. Yəni, ikinci məhlulumun su buxarlandırdıqdan sonra alınan məhlulun molyar qatlığı 0,25-ə bərabərdir. Bu tip məsələlərdə şərt o deyil ki, düstur tətbiq edəsiniz. Bu məsələni düstursuz da həll edə bilərsiniz. Necə? Birinci məhlula baxıram. Birinci məhlula baxıram, mənə deyir ki, birinci məhlulda həcm 0,5-ə bərabərdir, birinci məhlulun həcmi. Və məhlulda həll olan maddənin molyar qatılığı 0,2-yə bərabərdir. Onda biz buradan bu məhluldakı həll olan maddənin miqdarını, yəni nü-nü tapa bilərik. Nü bərabər olar nəyə? C bərabərdir nü bölünsün V düsturundan. Nü də bərabərdir C vurulsun V-yə. Onda birinci məhlulda həll olan maddəmin mol miqdarı bərabər olar 0,1-ə. Demək, bu 500 ml məhlulda 0,1 mol natrium OH var imiş. Məhluldan su buxarlandırılıb, düzdürmü? Yəni, məhlulda həll olan maddəyə heç bir təsir yoxdur. Sadəcə, mənim məhlulum 500 ml idi, ondan 100 ml su çıxıbdır, yerdə qalıb məhlulum 400 ml. Deməli, ikinci məhlulun həcmi 400 ml-ə bərabərdir. Və istər birinci, istər ikinci məhlulda həll olan maddəmin mol miqdarı dəyişməyibdirsə, onda ikinci məhlulun molyar qatılığı nəyə bərabər olar? Həll olan maddə 0,1 bölünsün məhlulun həcmi 400 ml, onda litrə çevirim 0,4. Görürsünüzmü? Yenə həmən cavab alındı. Daha sonra digər düsturlara baxaq. Əslində digər düsturlarda eyni kütlə payında olduğu kimidir. Yəni baxın, eyni maddənin müxtəlif həcmli, müxtəlif molyar qatılıqlı məhlulları qarışdırıldıqda alınan son məhlulun molyar qatılığı C son bərabərdir C1V1 üstəgəl C2V2 bölünsün V1 üstəgəl V2 eyni omegada olduğu kimi. Necə idi orada? Omega son bərabər idi M1 omega 1 üstəgəl M2 omega 2 bölünsün omega 1 üstəgəl omega 2. Daha doğrusu M1 üstəgəl M2. Sonra dördüncü, yenə qatılıqda olduğu kimi, əgər eyni maddənin eyni həcmi, yəni həcm eynidirsə, amma müxtəlif molyar qatılıqlı iki məhlul qarışdırılarsa, alınan son məhlulun qatılığı C son bərabərdir C1 üstəgəl C2 bölünsün 2. Və onu da qeyd edeyim ki, eyni maddənin iki müxtəlif molyar qatılıqlı məhlul qarışdırıldıqda alınan son məhlulun molyar qatılığı həmişə bu iki qatılığın qiyməti arasında bir qiymət alır. Yəni, birincinin molyar qatılığı az olandan çox olandan az qiymət alır. Və sonda yenə bizim burada var xaç üsulumuz. Nədir xaç üsulu? Nə vaxt tətbiq edirik? Eyni maddənin müxtəlif kütləli və müxtəlif qatılıqlı məhlulları qarışdırıldıqda alınan son məhlulun qatılığını müəyyən etmək üçün xaç üsulundan istifadə olunur.
Eyni kütlə payında olduğu kimi xaç üsulunda qarışdırılan məhlulların molyar qatılıqları yazılır. Daha sonra bizə mütləq şəkildə şərtdə verilir ki, hansı məhlulun molyar qatılığı böyükdür, hansının molyar qatılığı kiçikdir və biz onu nəzərə alaraq bu sxemi çəkirik. Birinci molyar qatılıqla ikinci molyar qatılıq qeyd olunur və onların ortasından son məhlulun molyar qatılığı qeyd olunur. Daha sonra baxın, S1-dən üzü aşağı düşürəm S-sona və burdan üzü aşağı alacağım qiyməti necə tapıram? Əgər şərtdə deyildiyi kimi S1 S2-dən böyük olarsa, onda S1 çıxılsın S-son yazırıq bura. Eyni qayda ilə ikinci məhlulun qatılığından qalxırıq S-sona, daha sonra S-sondan, yəni son məhlulun qatılığından qalxırıq yuxarı. Burada yazacağımız qiyməti biz yenə bu asılılığa baxıb tapırıq ki, S2 S1-dən kiçik olduğuna görə, yəni ikinci məhlulun molyar qatılığı kiçik olduğuna görə, onda sonuncu məhlulun molyar qatılığından da kiçik qiymətdir ikinci məhlulun molyar qatılığı. Yəni S-son çıxılsın S2-ni yazırıq buradan. Onu da qeyd edeyim ki, bu molyar qatılıq bizə ən çox xaç üsulu nə üçün lazımdır? Çox vaxt bu qatılıqları verir və sonda deyir ki, birinci məhlulun kütləsinə ikinci məhlulun kütləsinin nisbətini tapın və yaxud da əksinə ikincinin birinciyə nisbətini tapın. Baxın, burada duran rəqəm necə alsanız, bilin ki, baxın, S1-dən gəldiyinə görə, S1-in yanında olduğuna görə o qiymət sizə verir birinci məhlulun kütləsini. Yəni nisbətdə də həmən rəqəmi qoyursunuz yerinə. Sonra aşağıdakı rəqəm S1-dən S-sonu çıxanda alacağımız rəqəm. Görürsünüzmü? S2 ilə üzbəyüz dayandığına görə, onda mənə S2, yəni ikinci məhlulun kütləsini verir. Vəssalam. Onu da belə yazıram. M1-in M2-yə nisbəti bərabərdir. M1-i harda yazdıq? S1-in qarşısında duran rəqəmdən çıxartdıq. Yəni S-son çıxılsın S2-nin, M2-nin də qiyməti S1 çıxılsın S-sondur.